Bir dəqiqə. Applicationlar birin yuxarıdan yaradır. Məsələn, formalarda da mini proqramı kimidir, mini səhifələr kimidir. Yaradır media formasında, tab formasında və yaxud da MSG box formasında. Bir də var Quick Start. Bunlar komment yaratmaq üçün, kontekstdir. Daha sonra tasklar yarada bilərik. User istifadəçiləri yarada bilərik. Sırf yaratmaq üçündür. Table cədvəl hissəsidir. Cədvəl yaradan zaman avtomatik burada 2 dənə tool açılır. Find non-table toolları və biz bu cədvəlin nə edə bilərik? Tiplər daxil edə bilərik. Hansısa bayaqki göstərdiyim o qaloçka ilə daxil edirdi. İndi burada açıq formada həmin find tabından daxil olub tiplər yarada bilərik. Daha sonra burada table design cədvəlin dizaynını dəyişə bilərik. Baxın, bu formadadır cədvəl. Biz bu hissələrdən insert row sətr əlavə edə bilərik, sətri silə bilərik, dəyişiklik edə bilərik sətrdə və s. Daha sonra short point listəsini yarada bilərik, qısa point listəsini. Kontakt formasında yarada bilərik, task formasında yarada bilərik, events, baxın, çoxlu cədvəl formasıdır. Custom cari, yəni standart formadır. Belə. Sonra Quick Wizard sorğularla bağlıdır bu. Wizard pəncərəsini açır. Baxın, yeni bir cədvəl yaradır. Belə OK eləsəm yenisi yaranacaq. Bu dizaynla bağlı cədvəl yaradır. Bu forum var idi. Baxlar dediyi sorğular, queriesdir, forumdur, reportsdur. Bax, həmin hissələrdir. Burada açıq formada görürsünüz. Bayaqları nəzəri olaraq danışırdım. İndi açıq formada görürsünüz. Queries sorğulardan bağlıdır. Sorğularla bağlı 2 dənə komanda var. Sorğuları virzat edə bilərik və sorğularla dizayn edə bilərik. Forms formalarla bağlıdır. Biz formaları yarada bilərik. Formalara dizayn verə bilərik. Blank formasında blank formasını hazırlaya bilərik. Daha sonra nə edə bilərik? Naviqasiya panelini aça bilərik formalarla bağlı. Naviqasiya paneli bu formadadır. Horizontal dik nədir? Vertikal en nə deməkdir? More forms daha çox formalar əlavə edə bilərik. Məsəl üçün, multipet items var. Itemlərlə bağlı formalardır. Data sheetlə, data işçi vərəqlərindən bağlı formalardır. Split kəsimlərlə bağlı formalar. Bir də modal dialoqlarla bağlı. Dialoq adətən digər 2 nəfərlərin yaratdığı cədvəllərin bağlı formalar, belə deyək. Report dedik, çap sözünü görəndə, buna hesabat da deyirlər, reporta. Bu çap sözünü görəndə testlərdə adətən bilirsiniz ki, report hissəsinə aiddir, obyektidir, aksesin obyektlərindən biridir. Deməli, reportda bu formada açılır. Biz adətən çapa verilən zaman istifadə edirik. Report dizaynda dəyişiklik edə bilərik. Qısa yolu da var hətta bunun, alt enterdir. Daha sonra tab order, tabların orderlərini göstərir. Page, footer başlıq deməkdir. Daha doğrusu header başlıq deməkdir. Footer ayağı hissəsi göstərir. Yəni biz yaratdığımız səhifənin, page səhifə deməkdir axı. Başlığın ayaq hissəsini tənzimləyə bilərik və s. Chart settings, chart diaqram deməkdir. Diaqramlarla bağlı tənzimləmələr bu hissədən yerinə yetiririk. Daha sonra yeni pəncərə aça bilərik burada. View code görünüşünə kod qoya bilərik. Pəncərənin görünüşünə kod qoya bilərik. Makros və Visual Basic. Biz əgər kod yazmaq istəyiriksə, buradan avtomatik Visual Basic proqramına daxil ola bilərik. Deməli, bu sırf hissə bura toollarla bağlı hissədir. Toollar hissəsindən daxil. Bu hissə isə header footer hissəsidir. Bu kontrollar hissəsidir, idarə etmək üçündür. Header footer sərlövhələrdir, yəni başlıq aşağı sərlövhə. Sonra var burada grouping toollar var, qruplaşdırmaq üçün sort sıralayır, hide detalları gizlədir. Daha sonra temalar var. Bunlar adətən dizayn olan bir tabların içində hər zaman temalar da yerləşir. Rənglər var, şriftlər var. Eyni ilə burada 4 görünüş rejimi var, report görünüş rejimi var, print, layout, düzən görünüş rejimi və dizayn ilə bağlı 4 dənə görünüş rejimi var. Bunlar ekstra tablardır. Biz nəsə daxil edəndə açılır adətən dizayn tabı. Bayaqlar yox idi, diqqət elədinizsə. Sonra external data var. Burada adətən eksportlardan istifadə olunur. Excel ilə əlaqələndirə bilər datalar, XML ilə,
PDF formasında yarada bilərik, email formasında, text formasında VBISləri yəni çevirə bilərik. Access-in öz loqosu var. Access hazırlanan zaman misal üçün girib brauzerdən axtara bilərik. More daha çox deməkdir. Daha çox Word-lə əlaqələndirə bilərik, HTML-lə, database-lə və s. Bunlar digər VBIS-lərdir. Məsələn, təkcə VBIS deyəndə Access nəzərdə tutulur da. Bayaq dediyim Focus Pro, Oracle. Yəni bunun eksport hissəsindən burada gəlib, həmin biz yaratdığımız Access-i digər bir Access-lə əlaqələndirə bilərik. Database toollar, database verilənlər bazasına aid toollar bu hissədə yaranır. Eyni ilə bayaqları oradan da daxil ola bilərdik Visual Basic-ə, buradan da. Visual Basic-ə daxil olmaq üçün qısa yol da var. Alt F11 komandasını yerinə yetirməklə Visual Basic, baxın, Basic belə açılır, Visual Basic. Burada kodları yazırıq. Buradan belə dərindən keçməyəcəm, sadəcə olaraq sizə maraqlı gələr deyə açdım. Run makrosları işə salır. Burada daxil olmayacağım. Çünki burada biz makroslarla geniş ilə verilənlər bazasını keçmirik. Relation əlaqələndirmə hissəsidir. Obyektlərlə bağlı əlaqələndirmələr buradadır. Daha sonra burada analizlər hissəsidir. Məsəl üçün, mən vermişəm, verilənləri yazmışam, həmin dokumentləri analiz edirəm. Sonra performansına baxıram. Daha sonra analiz table, cədvəlləri analiz edirəm. Access Database, Access ilə bağlı verilənlər bazası. Burada da short point hissəsidir. SharePoint. Şeyə paylaşmaq üçündür. Həmin o pointi başqa səhifələrdə falan paylaşmaq üçündür. Bura Manager hissəsidir. Edit in Manager. Ümumiyyətcə, bura əlavə kömək üçün daxil edirsiniz. Edit in Manager. Misal üçün, Access-inizdə problem yaranıb, Manager daxil edirsiniz. Bu help hissəsi də Word-də, Excel-də, PowerPoint-də olduğu kimi tabların sonunda bir help hissəsi yaranır. Biz əgər Access-ilə bağlı problemlər yaranırsa, köməyə müraciət edirik. Kontakt spot edirik, kontakta müraciət edirik və feedback bu bilsizdə dəyərləndirmədir. Rəylər veririk. Misal üçün, səsim gəlirmi uşaqlar? Sizin səsiniz eşitmirəm. Aha. Hə. Bu feedback hissəsində bilirsiniz də, normalda elə hər bir yerdə var da. Biz əgər bizim kömək ediblərsə, həmin köməyə rəy veririk. Ki, yəni mükəmməldir, smaliklərlə bildiririk. Belə. Show training göstərə bilərik həmin o kömək hissəsini. Baxın, Access Video Training. Trainingi açır burada. Barmaqla klikləyə bilərik və s. Sonra dizayn dedik, ekstra tabdır. Adından da göründüyü kimi dizayn işlərirsiniz. Burada rənglərdir, temalardır, şriflərdir, kontrollardır, header, footer, başlıq, aşağı sərlövhələrdir və toollardan, alətlərdən söhbət gedir. Arrange hissəsi də ekstra tab kimi gedir. Burada sətirlərlə bağlı. Baxın, sətir və sütunlarla bağlı. Rows, columns. Əgər sətri insert əlavə et deməkdir. Sətri əlavə etmək istəyirsə, insert below. Yuxarıdan əlavə et, left soldan əlavə et, right sağdan əlavə edə bilərik. Select layout düzənləndirə bilərik sətirləri, sütunları düzənləndirə bilərik və yaxud da select rows hansısa bir sətri seçə bilərik. Zaten sətri seçmək üçün sətrin sağ tərəfində klik edəndə sətr seçilir. Burada property sheet hissəsi açılır, yəni işçi vərəq hissəsi açılır. Baxın, captionlar görsənir, pop-up, modified, default view. Bunlar sırf açılmış işçi vərəqlə bağlı reportdur. Report, bayaq dedikdə hesabat hissəsidir. Baxın, hesabatlardır. Formatı, datası, event hissəsi, azəsi digər deməkdir. Event hissəsində nələr daxil olur? Misal üçün, current pool tipi oldu, load, data. Bunlar tipləri göstərir, focus oldu və s. Bu tipləri göstərir. Əsasən mən istəyirəm ki, indi dərs maraqlı olsun deyə, Access-i öyrənəsiz deyə burada hər şeyi danışıram. Amma deyim ki, bu tablardan dərinləmə düşürsə testdə, xeyr. Amma canlı olaraq görməyiniz daha yaxşıdır. Nəyə görə? Baxın, bunlar o reportdur. Oxuyanda bilirsiniz ki, yəni söhbət nədən gedir də. Formadır, toollardır, cədvəllərdir. Bax, bu relation hissəsidir də. Deyirsiniz ki, məsəl üçün, cədvəllər var. Access-in obyektləri hansılar idi? Cədvəllər, sorğular, formalar, hesabatlar. Bax, onlar bunlardır. Hansı ki, onlar bunlardır. Daha sonra öyrənməlisiniz Access-də həmin o
Bura daha çox vacib düşür. Yox, bir dəqiqə. Bu home hissəsində görünüş rejimləri daha çox düşür ki, hansı görünüş rejimi var. Bunları əzbərdən bilməlisiniz. Daha sonra Access-in iş formaları dedik, Design View-da hansı formada olur? Və bu görünüş bu hissədə. Report hissəsindəyəm. Print Review. Burada 3 görünüş rejimi görsən, amma standart halda mən cədvəl açanda 2 dənə görünüş rejimi var idi. Bax, Design View. Baxın, yeni sənəd açıram. Çünki report hissəsinin görünüş rejiminə keçmişəm.